diqqətinizə çatdırıram. İlk sualımız hal-hazırda baş verən İran, ABŞ, İsrail müharibəsinin bəşəriyyətə təsirini necə görürsən sualını cavablandıran şagirddə idrak taksonomiyasının növünü müəyyən edin. Biz qeyd etmişdik ki, əgər səndən sənin fikrin soruşulursa və yaxud da ki, şagirddən şagirdin fikri soruşulursa, bu hansı mərhələ olacaq? Təbii ki, dəyərləndirmək. Yəni, müxtəlif baxış bucağı, müxtəlif prizmadan məsələyə baxmaq. Bu, dəyərləndirmək mərhələsi. Əgər təfəkkür olaraq da soruşulsaydı, nə götürəcəkdiniz? Tənqidi, təfəkkür, modeli. Yəni, yadda saxlayırsınız ki, əgər biz şagirdin fikrini soruşuruqsa ki, filan hadisəyə necə baxırsan, filan hadisənin müəyyən prosesə təsirini necə görürsən, bu dəyərləndirmək mərhələsidir. Ümumən, bu sınağın izahında diqqətli olmanızı məsləhət görürəm. Çünki sınaq sertifikasiya tipindədir və bundan sonra da bu şəkildə olan sınaqları davamlı şəkildə işləyəcəksiniz. İlk sınaq olduğuna görə belə deyim də müəyyən səhvlər, hətta diqqətsizliklər edə bilərsiniz. Bu təbii haldır. Növbəti sınaqlarda artıq bu kimi negativ hallar aradan qalxmış olacaq. İkinci sualda müəllimin verdiyi hansı rəy nümunəsi effektiv rəy hesab olunmur? Biz qeyd etmişdik ki, bizim effektiv rəyimiz daha çox konstruktiv rəy olur. İndi rəylər haqqında yenə gələcəkdə danışacaqsınız, amma ümumən siniflə işləyən müəllimlərin bunlar haqqında məlumatı olduğu üçün suallarımız arasında yer almışdır. Konstruktiv rəy, yəni şagirdin müsbət, çatışmayan tərəfləri və o çatışmayan tərəfi aradan qaldırmaq üçün yol göstərdiyimiz rəy əsl effektiv rəy nümunəsi hesab olunur. A variantı, mətndə əsas ideyanı aydın şəkildə ifadə etmisən və arqumentlərin məntiqi ardıcıllıqla qurulub. Müsbət tərəfini sadaladı. Bura kimi hər şey qaydasındır. 2. Növbəti mərhələdə nəticə hissəsini bir qədər genişləndirsən, fikirlərin daha təsirli olar. Bəli, burada şagirdin çatışmayan tərəfini, yəni burada çatışmayan tərəf nədən ibarətdir? Nəticə hissəsində bir qədər qeyri-genişlik müşahidə olunub. Ona görə onu genişləndirmək lazımdır ki, negativlik aradan qalxsın. A. Effektiv rəydir. B variantı, tapşırığın həllində düzgün strategiya seçərək mərhələləri ardıcıl yerinə yetirmirsən. Cavabı cədvəl və yaxud sxemlə təqdim etsən, izahın daha anlaşılan ola bilər. Bəli, yenə gördük, bax, müsbət tərəf və sxel və cədvəlin olmaması, bu, yəni onun negativ deməyək də, çatışmayan tərəfidir. Və müəllim də cədvəlin və yaxud da ki, cavabın sxem cədvəl şəklində olmasını daha məqsədə uyğun hesab edir. Yəni, deyir ki, cədvəldən sxemlə istifadə eləsən, izahın daha da anlaşılan ola bilər. Bəli, bu da effektiv rəydir. 3. Yazıda mövzuya fərqli yanaşma nümayiş edib fikirlərini əsaslandırmısan. Mətni daha səlis etmək üçün bəzi cümlələri qısaltmaq, durğu işarələrinə diqqət yetirmək faydalı olar. Bəli, burada bax deyir ki, negativi, yəni o çatışmazlığı aradan qaldırmaq üçün durğu işarələrinə diqqət et, eyni zamanda bəzi cümlələri qısalt və eyni zamanda birinci hissədə də müsbət tərəflərini vurğulayıb. Gəlirik D variantına. D variantında çıxışından mövzunu yaxşı mənimsədiyini hiss edirik. Düzdürmü? Plus tərəfini qeyd etdik. Slaydlar məzmunu dəstəkləyir. Əla. Danışıq sürətini tənzimləsən və əsas fikirlərdə fasilə versən, auditoriya səni daha yaxşı anlayar. Yəni, o çatışmayan tərəfi tənzimləyir ki, yəni belə eləsən, danışıq sürətini tənzimləsən, əsas fikirlərdə fasilə versən, daha da effektli olar sənin çıxışın. Bu rəyimiz də effektivdir. Y variantında tapşırığı yerinə yetirmisən və təqdimat prosesində əsas məqamlar yer alırdı. Bununla belə təqdimatın ümumi səviyyəsi gözlənilən standartlara cavab vermirdi və bu istiqamətdə özünü inkişaf etdirməyin məqsədə uyğun olar. Burada birinci, şagirdin özünü necə inkişaf etdirməyə uyğun dəstək yoxdur. Yəni ki, nədən istifadə edərək özünü inkişaf etdirsin. Eyni zamanda gördüyünüz kimi bu rəy negativlərə köklənib. Müsbət tərəflərini vurğulamağa meyilli rəy deyil.
Onu diqqətinizə çatdırım ki, yəni rəydə o demək deyil ki, ancaq şagirdin müsbət tərəflərini vurğulamalısan. Xeyr, onun negativ belə deyim də, negativi səhv anlamayan, negativ sadəcə çatışmayan, düzəlişə ehtiyacı olan, korreksiya olunan hissələri, yəni korreksiyaya ehtiyacı olan hissələri aradan qaldırmaq üçün müəllimin göstərdiyi yoldur. Yəni, negativ deyəndə biz bunu qısa olaraq nəzərdə tuturuq, biraz negativ kobud səslənir. Amma o çatışmayan hissəni burada aradan qaldırmaq üçün rəy vermədi. Necə aradan qaldırım o standartı cavab vermirsə təqdimatın müəyyən hissəsi? Necə aradan qaldırıb? Bəs yaxşı, səhv eləmişəm, müəllim fasilitatorluq eləməlidir. 3. Misir piramidalarının tikilmə tarixi, onların müasir dövrümüzdə əhəmiyyəti, yerləşmə mövqeyi haqqında məlumat verən şagirddə inteqrasiyanın növü. Misir piramidaları, onların tikilməsi hansı fənlə bağlıdır? Tarix. Düzdürmü? Deməli, biz burada fən daxili inteqrasiya görürük. Və eyni zamanda onların yerləşmə mövqeyi haqqında məlumat verir ki, müasir Misirdə yerləşir. Yerləşmə mövqeyindən söhbət gedirsə, biz bu inteqrasiyanı necə götürə bilərik? Təbii ki, müəllimlər, fənlər arası. Burada bizim 2 inteqrasiya modelimiz var. 1. Tarix fənni, yəni fən daxili. 2. Fənlər arası inteqrasiya modeli. Sonra keçid edirəm 4-cü sualımıza. Tarixi mənbələr üzərindən verilən mətni təhlil edib uyğunsuzluqları müəyyən edən şagirddə biliyin, taksonomiyanın, təfəkkürün növünü müəyyən edin. Ümumiyyətlə yadda saxlayırıq ki, hər hansı bir mənbənin təhlilindən söhbət gedirsə, təhlil konseptual biliklə işlənir, düzdürmü? Nəyəsə təhlil ediriksə, oradakı uyğunsuzluqları müəyyən etməkdən söhbət gedirsə, uyğun cəhət və yaxud da ki, uyğunsuz cəhət, bu təbii ki, təhlil etmək mərhələsi ilə təfəkkür olaraq da mənbənin təhlili hansı təfəkkür modeli ilə işlənir? Analitik təfəkkür modeli ilə işlənir. Düzgün cavabımız olacaq A variantı. Konseptual təhlil, analitik. Ümumiyyətlə, təhlillər artıq müasir təfəkkür modelləri ilə biz işlətməli olsaq, analitik təfəkkürlə sıx işlənir. Sonra 5-ci test sualımız. Deməli, burada müəllim dərs ilinin əvvəlində diaqnostik qiymətləndirmə keçirir. Bu qiymətləndirmələrin nəticələrinə əsasən müəllim dərsdə fərqli fəaliyyətlər və tapşırıqlar hazırlayır. Verilmiş situasiyada müəllimin fəaliyyəti barədə hansı fikir doğrudur? A variantında müəllim diaqnostik qiymətləndirmədən istifadə etməklə dərsin əvvəlində şagirdlərin əvvəlki mövzu üzrə biliklərini möhkəmləndirməyə yox, onu biz yoxlamağa çalışaraq görək. Şagird nəyi bilir, nəyi bilmir, digər şagirdlərlə müqayisədə necədir? B variantı müəllimin fəaliyyətində bu yanaşmanı sərgiləməklə şagirdlərdə metakognitiv bacarıqlar. Bax, burada metakognitiv bacarıqlarla bağlı hər hansı bir xüsusiyyət yoxdur. Düzdürmü? Sonra C variantında müəllim qiymətləndirmə nəticələrinə əsaslanaraq bütün şagirdlər üçün vahid tapşırıqlar hazırlamır. D variantında müəllim şagirdlər barədə topladığı informasiyanı təlimin təşkili ilə əlaqələndirmədə mövcud dərs planını sabit saxlayır. Diaqnostik qiymətləndirmə necə qiymətləndirmədir? Yəni, bəslərin, bölmələrin, yarım ilin, dərs ilinin əvvəlində tətbiq olunan qiymətləndirmədir. Əgər belə deyim də, diaqnostik qiymətləndirmənin nəticələri bir portfolioda saxlanılır, rəsmi olmayan qiymətləndirmədir və burada müəllim şagirdin nəyi bilib bilməməsi haqqında belə deyim, məlumat sahibi olur. Yəni, daha öncə keçilənlərin təkrarı ilə bağlıdır. Y variantında müəllim diaqnostik qiymətləndirmədən təlimin fərdiləşdirilməsi, potensial öyrənmə boşluqlarını qabaqlayıcı şəkildə aradan qaldırılması üçün bəli, strateji alət kimi istifadə edir. Çünki situasiyada nə deyirdi? Deyirdi ki, müəllim dərs ilinin əvvəlində diaqnostik qiymətləndirmə keçirir. Bu qiymətləndirmənin nəticələrinə əsasən fərqli fəaliyyətlər, tapşırıqlar, yəni hansı şagirdin nəyə ehtiyacı var? Ona görə fərdiləşdirmədə biz diaqnostik qiymətləndirmə nəticələrini istifadə edə bilərik. Düzgün cavabımız Y variantı. 6. Daha sadə bir sual modelidir. Şagirdlər iki ictimai hadisəni müqayisə edib oxşar fərqli cəhətlərini ayırırlar. Biz qeyd etmişdik ki, müqayisə varsa, oxşar fərqli tərəfləri tapmaq varsa, bilik olaraq konseptual bilik, mərhələ olaraq anlamaq mərhələsi bu da nə ilə işlənir? Məntiqi təfəkkürlə işlənir. Yəni, sadə müqayisədə əgər ən uyğununu desəydi, təhlillə götürə bilərdiniz müəllimlər. Ona görə konseptual anlamaq məntiqi, çünki müqayisədən söhbət gedir. 7-ci sualımız. Müəllim dərs zamanı eyni mövzuya aid iki fərqli mətn təqdim edir. Şagirdlərdən
bu mətnlərdəki səbəb-nəticə əlaqələrini müəyyənləşdirib hansı arqumentlərin daha əsaslı olduğunu izah etmələri tələb olunur. Şagirdlər mətndəki məlumatları sadəcə təkrar etmədən onları müqayisə edərək nəticə çıxarırlar. Bax, burada diqqətli olmamız lazımdır. Bu fəaliyyətlə bağlı düzgün olan fikirləri müəyyən edin. Deməli, nümunədə tənqidi təfəkkür. Mənim də burada tənqidlə bağlı hər hansı bir xüsusiyyət görürük. Xeyr, tənqidi təfəkkürün hər hansı xüsusiyyəti yoxdur. 2-yə baxırıq, analitik təfəkkür, təhlil etmə var. Çünki bilirik ki, səbəb-nəticə əlaqəsindən söhbət gedirsə, təhlil edirik. Amma burada dəyərləndirmək mərhələsi yoxdur. Oradakı arqument sizi çaşdırmasın ki, arqumenti harda gördük, gedib dəyərləndirmək götürək. Xeyr, bu belə deyil. Yoxdur belə bir şey. Yəni, arqumentin deyir, hansı arqument daha əsaslıdır? Sən onu mənə izah elə ki, hansı arqument daha əsaslıdır? Deməli, təhlil edirik. Təhlil olan yerdə biz dəyərləndirmək zaten, yəni arada da situasiyanın elə gəlmir ki, biz onu dəyərləndirmək kimi baxaq. Burada yalnız uyğun olan fikrimiz 2-dir. 3 niyə? Burada analogiya, heç eyniləşdirmə də yoxdur ki, siz avtomatik C və Y variantlarını çıxa bilərdiniz, düzdürmü? 1 də düz deyil, tənqid də yoxdur. Yerdə 2 və 4 yalnız 4 qalır. Yəni yalnız 4 olmayacağına görə də ən uyğun gələn cavabımız olacaq 2. Situasiyanı zaten təhlil edəndə də cavabımız çıxır. 8. Şagirdlərə tapşırılır ki, Azərbaycanın müxtəlif dövrlərində yaşamış 2 dövlət xadimi seçin, onların həyata keçirdiyi islahatları dövrün sosial-iqtisadi coğrafi şəraiti ilə əlaqələndirib müqayisəli təhlil edin. Həmçinin nəticələr əsasında ümumi nəticə çıxarın. Burada bizdən nə soruşulur? Yəqin ki, inteqrasiyanın növü soruşulacaq. Bəli, burada müxtəlif dövrlərdə tarixi şəxsiyyətdirsə, biz burada hansı inteqrasiyadan bəhs edə bilərik? Tarix, düzdürmü? Həmçinin burada iqtisadi xüsusiyyətlər, coğrafi xüsusiyyətlər varsa, tarix, coğrafiya, hətta nə bilim iqtisadiyyat, bunların xüsusiyyətləri olduğuna görə biz fən daxili və fənlər arası inteqrasiya götürə bilərik. Düzgün cavabımız olacaq B variantı. Fənlər arası və fən daxili. Çünki tarixi şəxsiyyət, dövlət xadimi, fən daxili, ikincisi artıq gəlir digər fənlərin xüsusiyyətləri ilə bağlı. Sual 9. Dövlət atributlarının əhəmiyyətini anlayan şagirdlə bağlı deyilən fikirlərdən hansı daha uyğundur? Deməli, şagirddə əhəmiyyət, mahiyyət anlamaq varsa, bu konseptual bilikdir. Çünki əlaqələndirirsən. Dövlət atributlarının əhəmiyyəti təbii ki, fəal vətəndaş mövqeyidir. Burada abstrakt təfəkkür də var. Nəyə görə? Çünki nəyinsə əhəmiyyətini anlamaq konseptuallaşdırma tapşırıqları ilə bağlıdır. Buna görə düzgün gələn cavabımız olacaq A variantı. Yəni, nəyinsə əhəmiyyətini, mahiyyətini başa düşürsənsə, abstrakt təfəkkürü formalaşdırmağın yollarından biri olan konseptuallaşdırma tapşırıqları, vətəndaşın mövqeyi, yəni dövlət rəmzlərimizdən, atributlarımızdan söhbət gedir və bilirik ki, nəyinsə mahiyyətini anlamaq, başa düşmək nə ilə bağlıdır? Konseptual biliklə. Burada B variantında praktik sözünə görə götürə bilmərik. C variantında yenə praktik, metakognitiv bilik sözü var, götürə bilmərik. D variantında produktiv nəsə yaratmamışıq ki, produktiv götürək. Y variantında səhv olan nədir? Burada hər şey düzdür. Sadəcə yenə burada deyir praktik və abstrakt təfəkkür. Praktik sözünə görə Y variantında biz variant kimi götürək. Yəni variant kimi variantda sadəcə doğru variant deyil. Sual 10. Böyük Çin səddinin tarixdə əhəmiyyəti sadə bir sualdır və yerləşmə nöqtəsi haqqında məlumat veririk. Böyük Çin səddinin tarixdə əhəmiyyətindən söhbət gedirsə, bax bu bir tarix fənnidir. Bir də coğrafi olaraq onun yerləşmə nöqtəsi. Tarixlə coğrafiyanın əlaqələnməsi bərabərdir. Hansı inteqrasiya? Təbii ki, fənlərin arasında inteqrasiya. Hardan keçir, hansı ölkələrdən keçir, nə vaxt yaranıb, tarixi və coğrafi bilgilər bir araya gəlib və hansı inteqrasiya təşkil olunub? Fənlər arasında inteqrasiya.